Və nəzərə alsaq ki, Qərbi Zəngəzuru Sovet hakimiyyəti bizim əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib. Bu birinci və sonuncu cinayət deyildi. İkinci, ondan sonra ardıcıllıqla əgər getsə cinayət dırnaq arası Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan ərazisində yaradılması idi. Ondan əvvəlki cinayət ermənilərin Çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi idi. Ondan əvvəlki cinayət Qarabağ xanının öldürülməsi idi, hansına ki zəmanət verilmişdi ki, o öz, necə deyərlər, rəhbərliyini Qarabağda icra edəcək. Və 20-ci əsrin digər cinayətləri də göz önündədir. Xocalı soyqırımı, 20 yanvar və torpaqlarımızın 90-cı illərin əvvəllərində işğalı. Yəni, biz bunu unutmamışıq. Azərbaycan xalqı bunu unutmayıb. Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Azərbaycandan Azərbaycana öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək maneəsiz keçid Ermənistan verməlidir.